Hər vaxtınız xeyir əziz abituriyentlər. Sizlər üçün dərs izahları çəkməyə başlamışam. Hansı ki, səhifədə sorğu keçirdim. Hansı dərsi istəyirsiniz? Çox insan düz xətli, bərabər sürətli və dəyişən sürətli hərəkət dərsini seçdi. Buna görə ilk öncə başlayacağıq kinematikanı xarakterizdən bəzi anlayışlara baxacağıq. Yol, yer dəyişmə, sürət və düz xətli, bərabər sürətli hərəkətə baxacağıq bu videoda. Digər videoda isə düz xətli, bərabər təcilli hərəkət, həmçinin nisbi sürət və s. Yəni düz xətli, bərabər sürətli hərəkət və dəyişən sürətli hərəkət dərsini əhatə edən mövzulara toxunacağıq. İlk öncə gəlin başlayaq kinematikanı xarakterizdən bəzi anlayışlardan. Birinci maddi nöqtə. Maddi nöqtə verilmiş şəraitdə ölçüsü nəzərə alınmayan cisimdir. Fikir versəz, verilmiş şəraitdə sözünü işlətdim. Yəni şəraitdən asılı olaraq bir cisim maddi nöqtə ola da bilər, olmaya da bilər. Məsələn, nümunə göstərək. Tutaq ki, sən parkda oturmusan, yoldaşlarınla bir yerdə piknik edirsən. Öz yoldaşlarına nəzərən sən maddi nöqtəsən. Xeyr, əlbəttə ki. Amma tutaq ki, vertolyotdan bir insan keçir və aşağıya parka baxır. Bir qədər yuxarıdan uçur. Və səni və yoldaşlarını əlbəttə ki, necə görür? Maddi nöqtə şəklində görür. Gördüyümüz kimi, şəraitdən asılı olaraq sən maddi nöqtə oldun və həmçinin şəraitdən asılı olaraq maddi nöqtə olmadın. Maddi nöqtə kütləyə, çəkiyə və ağırlıq qüvvəsinə malikdir. Daha sonra hesablama cismi. Hesablama cismi, cismin hərəkəti nəyə nəzərən öyrənilirsə, ona hesablama cismi deyirik. Məsələn, tutaq ki, sən avtobusda yoldaşınla bir yerdə, sinif yoldaşınla bir yerdə minmisiniz avtobusa, gedirsiniz harayasa. Və bu zaman əlbəttə ki, oturmusunuz, tutaq ki, əyləşmisiniz və sən yoldaşına nəzərən sükunətdəsən. Həmçinin də yoldaşın sənə nəzərən sükunətdədir. Amma tutaq ki, pəncərədən ətrafa baxırsınız, səkidə olan bir adam necə görəcəksiniz? Əlbəttə ki, hərəkətdə. Yəni görəcək ki, avtobus yanından neynədir? Ötüb keçdi və sən də pəncərədən görəcək ki, sən də onun yanından ötüb keçdin. Yəni sən səkidəki adama nəzərən nə oldun? Hərəkətdə oldun. Gördüyümüz kimi, yəni hesablama cisminin seçilməyindən asılı olaraq sən hərəkətdə də ola bilərsən, hərəkətdə olmaya da bilərsən. Cismin hərəkəti nəyə nəzərən öyrənilirsə, həmin cismə də hesablama cismi deyilir. Yəni sən əgər ki, yoldaşına görə sükunətdəsənsə, artıq burada yoldaşın hesablama cismidir. Və yaxud da ki, səkidəki adama görə hərəkətdəsənsə, səkidəki adam artıq orada hesablama cismidir. Sənin hərəkətin onlara görə öyrənilir. Daha sonra hesablama sistemi var. Hesablama sistemi hansı ki, koordinat sistemi, hesablama cismi və zamanı ölçən cihaz, bu üçü bir yerdə olan sistemə deyirik hesablama sistemi. Cismin vəziyyəti onun koordinatları ilə müəyyən olur. Düz xətt üzrə bir koordinatla, müstəvi üzrə 2 koordinatla, amma fəzada 3 koordinatla müəyyən olunur. Biz əsasən düz xətt və müstəviyə baxırıq, fəzadan da istifadə edirik, amma çox vaxt dediyim kimi düz xətt və müstəvi üzrə baxırıq. İndi biz bilməliyik vektorial və skalyar kəmiyyətləri. Deməli, bizim öyrənəcəyimiz kəmiyyətləri biz iki cür ayırt edəcəyik bir-birindən. Birincisi, qeyd etdiyim kimi skalyar kəmiyyətlər və vektorial kəmiyyətlər. Skalyar kəmiyyətlər yalnız ədədi qiyməti ilə müəyyən olan kəmiyyətlər skalyar kəmiyyətlərdir. Məsələn, skalyar kəmiyyətlərə kütlə M hərfi ilə işarə olunur, tez, zaman, sonra yola görə sürət V, yol, L hərfi ilə işarə olunur. Vektorial kəmiyyətlərə isə, məsələn, yer dəyişməyə görə sürət, təcil, sonra qüvvəni və s. Yəni misal göstərə bilərik. İndi bunları keçdikcə də siz öyrənəcəksiniz kəmiyyətlərdə hansı skalyardır, hansı vektorialdır. Skalyar kəmiyyətlər yalnız ədədi qiymətlə müəyyən olunur. Məsələn, tutaq ki, getdin bazadan alma aldın, deyirsən ki, mənə 2 kiloqram alma ver. Sadəcə sənə maraqlıdır, yəni o almanın kilosu. Məsələn, deyirsən ki, tutaq ki, Bakıdan deyirsən ki, başqa bir rayona gedirsən, hər hansısa bir rayona 1 saat vaxt sərf edirsən. Yəni sənə maraqlıdır ki, bu zaman nə qədərdir? 1 saat. Yəni istiqamət soruşmursan da. Amma vektorial kəmiyyətlərdə istiqamət önəmlidir. Məsələn, tutaq ki, yer dəyişməyə görə sürət deyirik. Həmçinin yer dəyişmə də vektorialdır. Yəni sən burada artıq istiqaməti müəyyən etməsən. Tutaq ki, 2 metr yer dəyişmə icra etdin. Haraya? X ox istiqamətdə, yoxsa X oxun əksinə və yaxud da Y ox istiqamətdə, yoxsa Y oxun əksinə. Yəni istiqamət önəmlidir burada, sağa, sola və s. Vektorial kəmiyyətlərdə həm istiqamət, həm də ədədi qiymət önəmlidir. İndi biz burada vektorun ox üzrə proyeksiyasını almağı öyrənməliyik. Hansı ki, vektorun ox üzrə proyeksiyasını almaq üçün vektorun başlanğıcından və sonundan həmin oxa perpendikulyar endiririk. Baxın, riyaziyyatdan bilirik. Çəkək şəklimizi. Bu bizim Y oxumuz. Bu isə bizim X oxumuz. Tutaq ki, yerləşmə vektorumdur. Bax, bu şəkildə göstərdim.
Vektorun hansı ki başlanğıcı onun tətbiq nöqtəsini göstərir. Baxın, gördüyünüz kimi bura onun başlanğıcıdır. Vektorun uzunluğu ədədi qiymətinin modulu, sonu isə onun istiqamətini göstərir. İndi burada biz bu vektorumuzun, yerləşmə vektorumuzun həm x ox üzrə, həm də y ox üzrə proyeksiyasını alacağıq. Qeyd etdiyim kimi, məsələn, tutaq ki, x ox üzrə proyeksiyasını almaq istəyirəmsə, başlanğıcından və sonundan həmin oxa perpendikulyar endirirəm. Baxın, başlanğıcından x oxuna perpendikulyar endirdim. Sonundan da x oxuna perpendikulyar endirdim. Gördüyünüz bu iki perpendikulyar arasında qalan hissə həmin vektorun x ox üzrə proyeksiyası olacaq. Bax, gördüyünüz bu hissə. Buraya deyəcəyik s(x). Aşağısında x yazırıq ki, x ox üzrə proyeksiyası olduğunu bilək. Vektorun proyeksiyası skalyar kəmiyyətdir. İndi baxın, burada fikir verin. İndi mən bilməliyəm ki, bu sx müsbətdir yoxsa mənfidir. Necə biləcəm? Baxın, gördüyünüz kimi s hansı istiqamətdədir? Bax, bu istiqamətdədir. Yəni x oxu ilə eyni istiqamətdədir. Fikir versəz. Deməli, avtomatik yer dəyişmənin x ox üzrə proyeksiyası müsbət olacaq. Yəni sx böyükdür 0 yazacağıq. Amma indi y ox üzrə proyeksiyasında gəlin baxaq. Yenə y ox artıq bax gördüyünüz kimi buradadır. Şadlı olaraqdan yuxarıya doğru enir. Yenə başlanğıcdan və sonundan perpendikulyar endirməliyəm. Baxın, başlanğıcından y oxuna perpendikulyar endirdim və sonundan da y oxuna perpendikulyarımı endirdim. Bu iki perpendikulyar arasında qalan bax bu hissə olacaq mənim yer dəyişməmin y ox üzrə proyeksiyası, yəni sy. İndi fikir verin, yer dəyişmə vektorumuz yuxarıya doğru yönəlir və y oxu da yuxarıyadır. İkisi də eyni istiqamətdə olduğundan deməli avtomatik sy böyük 0 olacaq. Bəs indi müsbəti mənfini bildik. Bir hal da var ki, daha doğrusu iki hal da var ki, bir proyeksiya 0 da ola bilər və həmçinin vektorun moduluna da bərabər ola bilər. Məsələn, nümunə göstərək. Tutaq ki, sürət vektorumuzdur v. Bax, bu istiqamətdə yönəlir və burada x oxu üzrə tutaq ki, proyeksiyasını almaq istəyirəm. İndi gəlin x oxunu da göstərək. Bu x oxumuz. Başlanğıcından və sonundan yenə perpendikulyarımı endirirəm x oxuna. Baxın, gördüyünüz bu iki perpendikulyar arasında qalan hissə olacaq mənim sürətimin x oxu üzrə proyeksiyası. Fikir versəz, elə bir-birinə bərabərdir də. Deməli, artıq burada vx bərabər olacaq nəyə? V-yə. Bəs hansı halda 0 olar? Əgər ki, vektor bizim x oxunu tutaq ki, burada perpendikulyar olsaydı, bu zaman həmin vektorun x oxu üzrə proyeksiyası 0 olardı. Məsələn, tutaq ki, belə olsa. Gördüyünüz kimi burada uzatsam, baxın, perpendikulyardır x oxuna. Deməli, avtomatik burada sürətin x oxu üzrə proyeksiyası olacaq 0. Məsələn, y oxuna perpendikulyar olsaydı, y oxu üzrə proyeksiyası da 0 olacaqdı. Bu belə. Ümid edirəm ki, proyeksiyanı almağa başa düşdük. İndi baxaq, trayektoriya nədir? Trayektoriya cismin hərəkət zamanı buraxdığı izdir. İki dənə növ var. Düz xətli trayektoriya və əyri xətli trayektoriya. Hansı ki, istəyirəm ki, ona aid bir dənə şəkillə nümunə göstərim sizə. Baxın, gördüyünüz kimi burada A nöqtəsində olan cisim hərəkət edib B nöqtəsinə gəlmək istəyir. Baxın, gördüyünüz kimi 1 üzrə hərəkət edə bilər və həmçinin 2 üzrə hərəkət edə bilər. İndi bu trayektoriya nədir? Cismin hərəkət zamanı buraxdığı xəyali izdir. Yəni, məsələn, tutaq ki, bir trayektoriyası üzrə belə hərəkət edə bilər və yaxud da 2 trayektoriyası üzrə cisim belə hərəkət edə bilər. Yol nədir bəs? Yol trayektoriyanın uzunluğudur. L hərfi ilə işarə olunur və skalyar kəmiyyətdir. Hansı ki, yolda bizə istiqamət maraqlı deyil. Qeyd etdik ki, skalyar kəmiyyətlərdə yalnız ədədi qiymət maraqlıdır. Aha, və yolun da vahidi əlbəttə ki, olacaq metr. Tutaq ki, deyirsən ki, 5 metr yol getdim, 10 metr yol getdim. Əlbəttə ki, metrdir. Və skalyar kəmiyyətdə qeyd etdik. Yolu ölçən cihazımız ruletka, xəttkeş, ölçü lenti ilə ölçə bilərik. Və yerdəyişmə. Yerdəyişmə cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bax, fikir verin, istiqamətlənmiş. Burada deməli bizə istiqamət də maraqlıdır. Deməli artıq avtomatik yerdəyişmə vektorial kəmiyyət olacaq. Yerdəyişməni də s hərfi ilə işarə edirik və vektorial kəmiyyət olduğundan başına belə bir ox yazırıq. Yerdəyişmənin də vahidi yenə metrdir. Aha, və yerdəyişmənin də ölçü lenti ilə, ruletka ilə, xəttkeş ilə ölçə bilərik. İndi baxın, 1 və 2 trayektoriyası üzrə cisim hərəkət etsəydi, onun yolu və yerdəyişməsini necə müəyyən edərdik? Bunu nümunə ilə gəlin baxaq. Tutaq ki, cisim bir trayektoriyası üzrə hərəkət edir. Gəlin bir trayektoriyası üzrə yolu və yerdəyişməni tapaq. Fikir versəz, bir trayektoriyası üzrə yarım çevrə üzrə hərəkət etmişdir cisim. Çevrənin uzunluğu bizə məlumdur. C bərabərdir 2πr-dir. Avtomatik burada yarım çevrə üzrə hərəkət etdiyindən yolumuz artıq 2πr-in yarısı olacaq. 2πr bölü 2 olacaq πr. Bəs yerdəyişmə. Yerdəyişmə vektorial kəmiyyətdə qeyd etdik. Cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Başlanğıcım A, sonum B. Baxın,
A ilə B-ni birləşdirən istiqamətlənmiş düz xətt parçası. Gördüyümüz kimi bu da çevrənin diametridir. Deməli artıq burada yer dəyişmə diametrə bərabərdir və diametr də 2 dənə radiusdan ibarətdir. Yəni 2R olacaq bizim burada yer dəyişməmiz. İndi bir trayektoriyası üzrə yox, 2 trayektoriyası üzrə keçsəydi nə olardı? Fikir versəz, 2 trayektoriyası düz xəttdir. Düz xəttli bərabər sürətli hərəkətdə, daha doğrusu düz xəttli hərəkətdə, yəni cisim hərəkət istiqamətini dəyişməsə, bu zaman gedilən yol yer dəyişməyə bərabər olur. Baxın, fikir versəz, yəni burada elə 2 trayektoriyasının uzunluğu elə cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasına, yəni yer dəyişməyə bərabərdir. Yəni artıq burada 2 trayektoriyası üzrə gedilən yol yer dəyişməyə bərabər olacaq və o da qeyd etdik ki, 2R-dir. Yəni çevrənin diametrinə bərabərdir. Ümid edirəm ki, yəni buradakı nümunədən aydın oldu sizə yol və yer dəyişməni ayırd etmə. İndi Venn diaqramında gəlin yol və yer dəyişməni bir-birindən uyğunluqla ayırd edək. Baxın, burada Euler Venn diaqramını göstərmişəm. Vektorial kəmiyyətli qeyd etdik, bu yer dəyişmədir. Yer dəyişmədə S hərfi ilə işarə olunur, onda yer dəyişməyə uyğundur 1 yazırıq. Vahidi BCD-də əsas vahiddir. Qeyd etdik ki, həm yolun, həm də ki, yer dəyişmənin vahidi metrdir. Və bu da beynəlxalq vahidlər sistemində əsas vahiddir. Deməli, bu ortağa girəcək. Skalyar kəmiyyətdir. Skalyar kəmiyyət qeyd etdik ki, yoldur. Hərəkət trayektoriyasının uzunluğudur. Bu da yoldur. Hərəkət zamanı sıfıra bərabər ola bilər. Bax, bu yer dəyişmədir. İndi mən buna nümunə göstərəcəm. Necə? Tutaq ki, baxın, cisim adam B-yə bir trayektoriyası üzrə gedir və yenidən B-dən aya qayıdır. Necə qayıtmağından fərqi yoxdur. Yəni, istəsin belə qayıtsın, fərqi yoxdur. Yenidən aya qayıtdı. Baxın, başlanğıc vəziyyətdə adı, son vəziyyətdə adı. Başlanğıc vəziyyətlə son vəziyyət üstə düşərsə, bu zaman yer dəyişmə sıfır olur. Amma yol heç bir zaman sıfır ola bilməz. Həmçinin yol mənfi də ola bilməz. Yəni, yolda ola bilməzlər sözü var. Bunu belə yadınızda saxlaya bilərsiniz. Yol sıfır da ola bilməz, mənfi də ola bilməz. Yola heç bir zaman sıfır və mənfi cavabını götürmüş. Aha, deməli, hərəkət zamanı sıfıra bərabər ola bilər. Bu yer dəyişməyə aiddir. Deməli, 5 yer dəyişməyə getdi. Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bu da bizim yer dəyişməmiz olacaq. 6 da bax, yer dəyişməyə uyğun oldu. Yer dəyişməyə və yola aid bəzi anlayışları bildik. Mən bir şey unutdum əvvəldə. Burada proyeksiyaları gəlin müəyyində SX tapmaq qaydasını, SY tapmaq qaydasını öyrədim. Deməli, baxın, bura fikir versəz, bizim X ox üzrə bizim vektorun başlanğıcı gördüyümüz kimi, baxın, buradadır. Bura başlanğıc koordinatı, hansı ki X ox üzrə. Ona görə X 0 yazmalıyıq aşağısına. Başlanğıc olanda aşağıya 0 yazılır. Bura isə gördüyümüz kimi vektorun sonuna uyğun və bu son koordinatımızdır. Yəni X-dir. İndi buradakı SX necə taparam? Əlbəttə ki, X-dan X0-ı çıxacam. SX bərabərdir. X çıxılsın X0-a. Bu da hardan bildim? Bax, tutaq ki, başlanğıc koordinatım. Bura X0 1 olsun. X da son koordinatım 3 olsun. 1-dən 3-ə nə qədər getdin? Əlbəttə ki, 3-dən 1-i çıxarsan 2 metr getmiş oldun. İndi SY-da da eyni ilə, bax, buraya başlanğıca Y0, sonra da Y yazıram. SY-da tapanda əlbəttə ki, yenə Y-dan Y0-ı çıxacam. İndi burada bəs S vektorunun, belə deyək, modulunu necə tapacağam? Baxın, fikir versəz, SX-i, bax, olduğu kimi mən bura paralel köçürdə bilərəm. Gəlin, indi bura paralel köçürdək və mən buraya da SX-i olduğu kimi yazdım. Eyni ilə buradakı SY-i olduğu kimi, bax, qarşıya paralel köçürdürəm. Burada SY yazıram. Burada gördüyümüz kimi bir düzbucaqlı üçbucaq yarandı. Göstərək onu da, qara rəngdən göstərəcəm. Baxın, gördüyünüz, bax, bu hissədə. Bir düzbucaqlı üçbucaq yarandı. Düzbucaqlı üçbucaqda Pifaqor teoreminə görə hipotenuzun kvadratı katetlərin kvadratı cəminə bərabərdir. Yəni, burada S-in kvadratı bərabər olacaq SX-in kvadratı üstə gələk SY-in kvadratına. Onda S-in kvadratı bərabərdir. SX-in yerinə yazacağım X çıxaq X0 kvadratı üstə gələk. SY-in də yerinə yazacağım Y çıxılsın Y0-ın kvadratı. Və mən buradan da S-i tapa bilərəm artıq. S-i tapanda kök altına düşəcək bir ifadə olacaq. X çıxaq X0-ın kvadratı üstə gələk Y çıxılsın Y0-ın kvadratı. Aha, bunu da almış olduq. İndi mən bir-iki dənə topludan götürdüyüm nümunə ilə sizlərə yol və yer dəyişməyə aid bir-iki məsələ göstərmək istəyirəm ki, qarşınıza çıxanda çaşmayasınız. Gəlin, baxaq. Məsələn, bax, burada 46-da suala baxaq. X ox üzrə düz xəttli hərəkətdən cismin koordinatının zamanın asılı qrafiki verilmişdir. Bu cismin ilk 6 saniyə ərzində getdiyi yolu hesablayın. Bizdən yol soruşulur, mən yer dəyişməni tapacağam. Baxın, fikir verin, başlanğıcda hansı koordinatdadır bu cisim? Fikir verin, 0 koordinatındadır. Sonra müəyyən zaman keçir. Baxın, 0-dan hara gəlir? Mənfi 20 koordinatına. X oxun gəlin çəkək. X oxunu çəkdim.
Bax, burası 0 olsun. Burada tutaq ki olsun -20. 0-dan -20-yə gəldi. Nə qədər yol getdi? Mən demişdim ki, yolda mənfi nəzərə alınmır. 0-dan -20, əlbəttə ki 20 metr yol getmiş olacaq. Bu hissədə oldu mənim yolum 20 metr. Daha sonrasında isə -20-dən yenidən görün 6 saniyənin sonunda hansı koordinata gəlib? 0 koordinatına gəlib. Yəni yolda bizə koordinat maraqlıdır. Uşaqlar götürür bu 6 saniyəni, bu zamandır. Yəni yol əlbəttə ki koordinata baxmalıyıq, x-a baxmalıyıq. Yəni bu o deməkdir ki, cisim əvvəlcə 0-dan -20-yə getdiyi kimi, indi qayıdıb gəlib -20-dən 0-a. Əvvəlki yerinə gəlib. Aha. Və burada artıq yenə nə qədər yol gedəcək? Yenə 20 metr yol gedəcək. Deməli, birinci hissədə 20 metr, sonraki hissədə yenə 20 metr getdi. Ümumi nə qədər yol getdi? 40 metr yol getdi. Bəs bizdən yer dəyişmə soruşulsaydı, baxın, başlanğıcda hardaydı? 0 koordinatındaydı. Sonda hardadır? Yenə 0 koordinatındadır. Baxın, 6-cı saniyənin sonunda da 0 koordinatındadır. Başlanğıc və son vəziyyət üstə düşdü. Bayaqlarda qeyd etdim ki, başlanğıc və son vəziyyət üstə düşərsə, yer dəyişmə 0-dır. Yəni sizdən burada yer dəyişməni sorsaydı, siz Y variantını götürməli olacaqdınız. Yəni buna diqqət etmək lazımdır. Yolda mənfi nəzərə alınmır, yer dəyişmədə mənfi nəzərə alınır. Yerdəşmədə istiqamət önəmlidir. Yol heç vaxt 0 ola bilməz, amma yerdəşmə 0 olar. Hansı halda 0 olar? Cismin başlanğıc və son vəziyyəti üst-üstə düşdükdə. İndi 61-ci suala baxaq. Baxın, qeyd olunur ki, cisim ABCD trayektoriyası üzrə hərəkətləri A nöqtəsindən D nöqtəsinə gəlir. Baxın, onun hərəkət trayektoriyasını qırmızı ilə göstərəcəm. A-dan B-yə gəlib, sonra B-dən C-yə gəlib və C-dən D-yə gəlib. D nöqtəsində artıq nə edib? Dayanıb. Onun getdiyi yol yerdəşməsinin modulundan neçə dəfə çoxdur? Yola baxaq. Yolu tapmaq üçün əlbəttə gedilən bütün hissələrdəki yolu toplamalısınız. Baxın, birinci A-dan B-yə 2A gedib, B-dən C-yə A, C-dən A-ya da 2A gedib. Toplayacaqsınız bunların hər birini. 2A, üstə gələk A və üstə gələk 2A. Bu da olacaq 5A. Bu oldu yol. El hərfi ilə işarə edirəm. Amma yer dəyişmə cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcım haraydı? A. Sonum haradır? D. Başlanğıc və sonu birləşdirən, bax bu düz xətt parçası gördüyümüz kimi nəyə bərabərdir? A-ya bərabərdir. Deməli, yer dəyişməmiz A oldu. İndi bizdən nə soruşur? Onun getdiyi yol yer dəyişməsinin modulunun neçə dəfə çoxdur? Yola 5A tapdın, yer dəyişməyə A tapdın. 5A A-dan neçə dəfə çoxdur deyəndə artıq bölməlisən. 5A bölək A, bu da bizə verəcək nə? 5A-nı A-ya böləndə 5 düşəcək. Aha. Amma nə qədər çoxdur desəydi, 5A-dan A-nı çıxmalıydın. Neçə dəfə deyəndə, dəfə olanda böl. Amma nə qədər desə çıx, böyükdən kiçik çıx. Aha. İndi 62-ci sualdır. X ox üzrə hərəkətdən cismin koordinatının zamanlaması qrafik verilmişdir. Müşahidəyə başlayan 3 saniyə ərzində gedilən yolun yerdəyişmə modulundan neçə metr çox olduğunu hesablayın. Burada sual tam düşməyib, amma dedim mən. Aha. İndi baxın, başlanğıcda hansı koordinatdadır? Yol və yerdəyişmə bizə maraqlıdırsa zamana baxmayın uşaqlar. Sadəcə baxın koordinata. X-a. Baxın, başlanğıcda 6-dadır. Sonra gəlib hara düşüb? 1-ə düşüb. 6-dan 1-ə nə qədər getdi? Əlbəttə ki, 5 metr yol getdi. 6-dan 1-i çıxırıq. Sonrasında isə, baxın, burada 1 idi və sonra artıq neçədə oldu? Görün, 3 koordinatında oldu. 1-dən 3-ə nə qədər getdi? Əlbəttə ki, 3-dən 1-i çıxarsan 2 metr. Ümumi yolu tapanda əlbəttə ki, 5 və 1-i neyəcəyik? Toplayacaq. Onda el bərabərdir. 5 üstə gələ 2 olacaq 7 metr. Bu oldu yolun. Yerdəyişmədə isə başlanğıc və son koordinat maraqlıdır sənə. Başlanğıcda hardadır? 6-da. Sonda hardadır? Baxın, 6-da. Ən sonda 3-dədir. 6 və 3-ün arası nə qədər məsafədədir? Əlbəttə ki, 6-dan 3-ü çıxacaqsan. Yəni, S bərabər olacaq 6 çıxaq 3-ə. O da olacaq 4 metr. Bu da oldu sənin yer dəyişmə. Aha. Və indi burada nə qədər çoxdur? 7 4-dən. Əlbəttə ki, 6-dan 3 çıxanda 3 qalır 1 dəqiqə. Aha. Və burada indi 7 3-dən nə qədər çoxdur? 7-dən 3-ü çıxarsan olacaq 4. Deməli, buradakı yol yer dəyişmədən 4 metr çoxdur. Və bunu qeyd edim ki, düz xəttli hərəkətdə əgər cisim hərəkət istiqamətini dəyişmirsə, bu zaman gedilən yol yerdəyişmənin moduluna bərabər olur. Yəni el bərabərdir S-ə. Amma əyri xəttli hərəkət olarsa, yəni cisim hərəkət istiqamətini dəyişərsə, tutaq ki, belə dalğalı formada yol gedir və yaxud da düz xətt üzrə belə gəlir, amma sonradan yenidən bax qırmızı xətt üzrə geri qayıdır, tutaq ki, deyirəm. Belə hərəkətdə artıq hərəkət istiqamətini dəyişdi. Əvvəlcə sağa doğru gedirdi, sonra sola doğru getdi. Bu zaman artıq yerdəyişmə daha kiçik olacaq yoldan. Yəni yol həmişə yerdəyişmədən böyükdür modulu. Aha. Amma yol heç vaxt yerdəyişmədən kiçik olmur. Aha, yerdəyişmənin modulundan. İndi 55-ci suala baxaq. Cisim ABCD trayektoriyası üzrə hərəkətdir. Cismin getdiyi yol yerdəyişməsinin modulundan neçə dəfə çoxdur? Yolda qeyd etdiyim kimi gedilən hissələri topla. Bax, A-dan B-yə 5 metr, B-dən C-yə 6 metr, C-dən D-yə 3 metr. Hamısını toplayanda 5 üstə gələk 6, üstə gələk 3 bizə verəcək 14. Yəni gedilən yolumuz oldu 14 metr. Bəs yerdəyişmədə mənə başlanğıc və son maraqlıdır. Cismin başlanğıc vəziyyətlə son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Başlanğıc A, son D.
Başlanğıc və sonu gördüyünüz kimi birləşdirdik. Aha, bir dəqiqə birləşdirək burada. Aha, birləşdirdim. İndi buradakı mənə bu yerləşməni tapmalıyam. Necə edəcəm? Baxın, fikir verin. Gördünüz, bax bu DC hissəsini uzadacağım. Uzatdım, gəldim bax buraya. Eyni ilə A'dan da bax bu hissəyə xətt çəkəcəm. Düzbucağının qarşı tərəfləri bir-birinə bərabərdir axı. Bax bu BC tərəfinin qarşısı onda olacaq elə 6 metr. Buraya 6 metr yazdıq. Eyni ilə AB tərəfinin bax bu qarşısı bu hissədə olacaq 5 metr. Aha. Buraya da bax tutaq ki, bir K deyirəm. Onda mən bax bu DK məsafəsini necə taparam? Əlbəttə ki, 5 və 3-ü toplayaram. Ümumilikdə onda bax bu hissə nə qədər oldu? 5-in üstü 3 gəl 8 metr. İndi fikir verin, burada bir düzbucaqlı üçbucaq yarandı. Düzbucaqlı üçbucaqda yenə Pifaqor teoremini tətbiq edəcəm. Hipotenuzun kvadratı katetin kvadratları cəminə bərabərdir. Yəni sən buradakı AD-ni hipotenuzu tapmaq üçün AD-nin kvadratı bərabərdir 6-nın kvadratı. Üstə gələk 8-in kvadratı yazmalısan. 6-nın kvadratı 36, 8-in kvadratı 64. 36 üstə gələk 64 mənə verəcək 100. Buradan AD-ni tapanda 100-ü kök altına salıram. Kökdə 100-dən də 10 çıxır. Deməli, buradakı yerdəşməmiz oldu 10, yolumuz da oldu 14. İndi nə deyir? Gedilən yol yerdəşmənin modundan neçə dəfə çoxdur? Dəfə çox dediyi üçün bölməlisən. Yəni 14-ü 10-a böləcəksən. O da neçə eləyəcək? 1,4 dəfə çoxdur. Amma nə qədər çoxdur desəydi, 14-dən onu çıxacaqdım. Bu qədər. Yol və yerdəşməyə də baxdıq. İndi gəlin keçək sürət, düzxətli, bərabər sürətli hərəkətə baxaq. Başlıq yazaq əvvəlcə burada sürət. Deməli, biz burada yola görə sürət və yerdəşməyə görə sürəti bir-birindən fərqləndirməliyik. Yola görə sürət V bərabərdir L bölünsün T. Hansı ki, yolun zamana nisbətinə yola görə sürət deyilir. Amma yerdəyişmənin zamana nisbətinə, baxın S yerdəyişmədir, yerdəyişmənin T zamana nisbətinə yerdəyişməyə görə sürət deyilir. Yola görə sürət skalyar kəmiyyəti olacaq, çünki yol skalyardır. Yerdəyişməyə görə sürət də vektorial kəmiyyəti olacaq, çünki yerdəyişmə də vektorialdır. Vektorial olduğundan bax başlarına oxu yazmaq lazımdır ki, qarışdırmayaq bir-birinə. Aha. Və buradakı hər ikisində vahidi olacaq metr bölək saniyə, hardan alırıq və vahid düsturdan çıxarılır. Əziz şagirdlər, yavaş-yavaş siz vahidləri öyrənməyə başlayacaqsınız. Heç bir zaman əzbərləməyin. Tutaq ki, gələcəkdə sən tutumun vahidini öyrənəsən, faradın açılışını verəsən və s. Bunlarda hər birində düsturdan çıxarılır vahid. Əgər əzbərləsəz, hamısını bir-birinə qatacaqsınız. Dediyim qaydada öyrənin. Baxın, L uzunluqdur. Bayaqlar dedik ki, yol. Yolun vahidi nədir? Metr. Aha. T zamandır. Zaman da vahidi beynəlxalq vahidlər sistemində əsas vahid olaraq saniyədir. Sonra S yerdəyişmədir, yerdəyişmənin də vahidi metrdir. T zamandır, yenə vahidi saniyədir. Aha, deməli artıq burada aldıq ki, sürətin vahidi nə oldu? Metr bölək saniyə. Aha. İndi gəlin sürət anlayışını biləndən sonra biz keçək düzxətli bərabər sürətli hərəkətə. Düzxətli bərabər sürətli hərəkətdə adından görünür. Trayektoriya necədir? Düz xəttdir. Aha. Bəs bu trayektoriya düz xətdirsə necə hərəkətdir ki, burada biz bərabər sürətli hərəkətdə sözünü istifadə edirik axı. Bu odur ki, cisim bərabər zaman fasiləndə bərabər qədər yol gedir. Məsələn, tutaq ki, belə bir yolum var. Bax, bir şosedir, avtomobil yoludur. Aha. Tutaq ki, bir cisimdir. A nöqtəsindəymiş. Gəlib bax buraya B nöqtəsinə. Nə qədər yol getdi? Tutaq ki, 50 metr yol getdi. Nə qədər vaxt saniyə sərf elədi? Tutaq ki, 50 metrə 5 saniyə. Velosipedlə gedirsən. Tutaq ki, deyirəm də. Aha. Sonra B-dən C-yə gəldi. Yenə 50 metr yol getdi və 5 saniyə vaxt sərf elədi. C-dən D-yə də yenə 50 metr yol getdi və yenə 5 saniyə vaxt sərf elədi. Baxın, fikir verin, bərabər zaman fasiləsində bərabər qədər yol getdi. Burada indi mən sürət tapsam, əlbəttə ki, V bərabərdir L bölək T-də axı. Yolu nəyə bölməlisən? Zamana. Yolun 50 metrdir. Böləsən zamana 5 saniyə. 50 bölək 5 nə verəcək sənə? 10 verəcək. Bax, bunu hər birində tapsaz, yəni 50-ni 5-ə böl 10, 50-ni 5-ə böl yenə 10 olacaq. Gördüyümüz kimi burada sürət nə oldu? Sabit oldu. Sürətin həm ədədi qiyməti, həmçinin də istiqaməti burada sabitdir. Deməli, düzxətli bərabər sürətli hərəkətdə V bərabərdir konstant yazırıq. Bu konstant sabit deməkdir. Bunu çaşmayın. Biz belə işarə edirik fizikada. Bax, məsələn, başqa bir nümunədə göstərəcəm. Tutaq ki, indi bir cədvəl çəkəcəm sizin üçün. Və bu cədvəldə mən bir məqamı qeyd edəcəm. Diqqətli olaq, çaşmayaq. Və bura tutaq ki, T zamandır. Bura S və L yazıram. Düzxətli bərabər sürətli hərəkətdə adından da görünür. Trayektoriya düzxətli və hərəkət istiqamətini cisim dəyişmirsə, əlbəttə ki, onda gedilən yol yer dəyişməyə bərabər olacaq. Və indi burada tutaq ki, 1 saniyə cisim hərəkətə başlayır. 1 saniyə keçir. Tutaq ki, 10 metr yol gedir.
Sonra yenidən 1 saniyə vaxt keçir. Onda ümumi nə qədər vaxt keçdi? 2 saniyə vaxt keçdi də. Əvvəlcə 1 keçmişdi, 1 saniyə vaxt keçmişdi. Sonra yenə 1 saniyə vaxt keçdi. Ümumi oldu nə? 2 saniyə. Onda burada da 20 metr yol getdi. Sonra yenidən 1 saniyə vaxt keçdi. Ümumi neçə olacaq? 3. 2-nin üzərinə 1 gəl 3. 30 metr getdi. Yəni belə davam edir. Fikir verin, zaman bərabər qədər artır və yol da bərabər qədər artır. Baxın, fikir verin, 1-dən 2-yə 1 saniyə vaxt keçdi. 2-dən 3-ə yenə 1 saniyə vaxt keçdi. 10-dan 20-yə 10 metr yol getdi burada. 20-dən 30-a yenə 10 metr yol getdi. Fikir versəniz, bərabər zaman fasiləsində bərabər qədər yollar getdi. Əgər bu qayda arada pozularsa, məsələn, tutaq ki, 2-dən 3-ə, 20-dən 30-a yox, 40-a qalxsa, artıq bu düz xəttə bərabər sürətli hərəkət deyil. Çünki burada artıq bərabər zamanda müxtəlif yol getdi. Bu artıq dəyişən sürətli hərəkət olacaq. Bunu da növbəti videoda öyrənəcəyik. İndi dedik ki, burada artıq düz xətti bərabər sürətli hərəkətdə adından da göründüyü kimi sürətin həm ədədi qiyməti, həm də istiqaməti nə oldu? Sabit oldu, yəni dəyişmədi. Və burada sürət dəyişmirsə, təcil və qüvvə, əvəzləyici qüvvə sıfıra bərabərdir. Təcili bundan sonraki dərsdə öyrənəcəyik. Yenə də qeyd etdim sizin üçün. İndi bizdən nə soruşulacaq? Həmçinin burada yerdəyişmənin x ox üzrə proyeksiyasını necə öyrəndik? İndi burada biz sürətin x ox üzrə proyeksiyasını da öyrənəcəyik. Sürətin x ox üzrə proyeksiyası əlbəttə ki, sx bölək t olacaq və bərabərdir. S bölək t yazmamışdıq mı bayaqları və burada. İndi burada da vx bərabərdir. Sx bölək t olacaq. Bayaqları bax burada qeyd etmişdim ki, sx bərabərdir, x çıxaq x0-dır. Yuxarıda yazmışdıq, bax burada. Aha, gördüyünüz kimi sx bərabərdir, x çıxaq x0-dır. Gətirib onu bax burada yerinə yazacağam, sx-in yerinə. Aha, sx-in yerinə yazıram, x çıxılsın x0 bölək t. Deməli, sürətin x ox üzrə proyeksiyası üçün aldıq ki, vx bərabərdir, x çıxaq x0 bölünsün t. Burada indi gördüyünüz kimi sürətin x ox üzrə proyeksiyası koordinat dəyişməsinin zamana nisbətidir. Mən burada nəyi tapacağam? X-i tapacağam. Gəlin baxaq indi. X-i tapmaq üçün əlbəttə ki, ilk öncə sürət tapmalıyam. X çıxaq x0 fərqini. X çıxılsın x0 bərabər olacaq vx vurulsun t-yə. İndi buradan x-i tapsaq, x bərabər olacaq x0 üstə gələk vx vurulsun t. Buradan gördüyümüz kimi artıq mən düz xətti bərabər sürətli hərəkətdə koordinatın zamanın asılıq tənliyini almış oldum. Həmçinin gəlin buradan sx-i tapaq. Baxın, vx bərabərdir sx bölək t. Buradan sx-i tapanda vx vurulsun t olacaq. Sx-i də aldıq, vx-i də aldıq və x-i də aldıq. Artıq bundan sonra biz düz xəttli bərabər sürətli hərəkətdə qrafikləri öyrənə bilərik. İlk öncə gəlin düz xəttli bərabər sürətli hərəkətdə tənliklə təsvirə baxaq. Və bir də onu qeyd etdim ki, spidometrlə ölçülür sürət, amma burada ölçülən sürət ani sürətdir. Yəni sənin həmin momentdəki sürətini tutaq ki, sən hərəkət edirsən Bakıdan Şəkiyə. Bakıda olandakı sürətindən əlbəttə ki, yolda olan hər hansısa bir sürətin fərqli ola bilər. Yəni sən sürətini 50-dən 60-a da qaldıra bilərsən, 60-dan 70-ə də qaldıra bilərsən. Həmin andakı sürəti ölçür spidometr. Ani sürət ölçür. İndi gəlin, tutaq ki, tənlikləri verəcəm və bu tənliklərə uyğun olaraqdan da biz burada x0-ı, vx-ı, sx-ı götürmək qaydasını bilək. Gəlin baxaq. Tutaq ki, tənlik verilib birinci halda. X bərabərdir 2t, x bərabərdir mənfi 2t. Həmçinin sx bərabərdir 2t və sx bərabərdir mənfi 2t. Və sonrasında tutaq ki, verilib x bərabərdir 2 üstə gələk 2t, x bərabərdir 2 çıxaq 2t və x bərabərdir mənfi 2 üstə gələk 2t və x bərabərdir mənfi 2 çıxaq 2t. İndi mən bunları nömrələyəcəm. Gəlin baxaq. Buna 1 deyirəm, buna 2 deyirəm, buna 3, 4, 5 və 6. X-ə sonra baxacağıq. Hələ ki, x-dən olanlara baxaq. Baxın, x-in tənliyini bayaqları burada aldım, yuxarıda. X bərabərdir x0 üstə gələk vxt. Yazıram onu bura olduğu kimi aşağı. X bərabərdir x0 üstə gəlsin vxt. Və həmçinin bax bu 1 və 2 tənliyini burada yazıram. X bərabərdir 2t və x bərabərdir mənfi 2t. Fikir verin, burada sadəcə t ilə olan hədd var. Baxın, vx vuraq t, 2t, mənfi 2t. Amma x0 sərbəstdir, yəni bir qiymətdir. Məsələn 3, 4, 5 bir sabit bir qiymətdir. O yoxdur. Deməli, avtomatik burada x0 sıfıra gedib ki, yoxdur. T-nin qarşısında olan nəyi göstərir? Vx. Burada T-nin qarşısında nə var? 2 var. Deməli, artıq burada Vx bərabər olacaq 2-yə. Amma burada aşağıdakında olacaq Vx bərabərdir mənfi 2-yə.
Deyə bilərsiniz ki, müəllim, bu mənfi nəyi göstərir? Yəni sürət mənfi qiymət ala bilərmi? Axı biz görmüşük spidometrdə sıfırdan başlayır, arta-arta gedir də 10, 20, 30. Mənfi yoxdur axı orada. Necə olur bu? Əlbəttə ki, sürət mənfi qiymət ala bilməz. Bu onun ədədi qiymətidir. Buradakı mənfi istiqaməti göstərir. Yəni uşaqlar bəzən düşünürlər ki, buradakı bu mənfi sürətin ədədi qiymətidir. Xeyr əzizlərim. Buradakı sürətin ədədi qiymət deyil. Bu x oxu üzrə proyeksiyadır və burada əlbəttə ki, bu mənfi x oxunun əksinə doğru olmağını göstərir. Yəni şəkil çəksək, tutaq ki, baxın x oxunu çəkirəm. Bu cisim x0 dedik ki, baxın 0-a bərabərdir. Yəni 0 koordinatından başlayır hərəkətə və ola bilər ki, sağa doğru hərəkət etsin, ola bilər ki, sola doğru hərəkət etsin. Tutaq ki, sağa 2 ilə və sola da 2 metr bölü saniyə sürətlə hərəkət etsin. Baxın, burada bu Vx bərabərdir. Mənfi 2 olan halı x oxunun əksinə doğru olan halı göstərir. X oxunun əksinə doğru olan hal hansıdır? Sola doğru olan hal. Müsbət 2 isə sağa doğru, yəni x oxu istiqamətində olan halı göstərir. Yəni burada çaşmayın. Bu ədədi qiymət deyil bu mənfi 2. Sadəcə x oxunun əksinə doğru olmağını göstərir mənfi. Bunu ümid edirəm ki, bildik. Və burada indi o birisilərə baxsaq, 3-cü və 4-cüyə baxaq. 2 üstə gələ 2-dir, 2 çıxaq 2-dir. Onu da buraya yazıram olduğu kimi. X bərabərdir. 2 üstə gələ 2-dir və x bərabərdir. 2 çıxılsın 2-dir. Baxın, indi yenə burada bayaqki kimi tənliyi yazıram. X bərabərdir. X0 üstə gəlsin və x vıraq t. X0-ın yerində gördüyümüz kimi nə dayanıb? Artıq sərbəst hədd var. 2. Deməli, burada yazacağım ki, onda x0 bərabərdir 2-yə və t-nin qarşısında olan nəyi göstərir? Vx-i göstərir. Deməli, artıq burada Vx müsbət 2-yə bərabərdir. Aşağıdakı tənlikdə x0 yenə 2-dir. Amma Vx-imiz gördüyünüz kimi, baxın, mənfi 2-dir. Deməli, onda Vx də bərabərdir, mənfi 2 yazacağım. Yenə, indi baxın, mən x oxunda bunu göstərəcəm sizin üçün. Aha. x0 2 nə deməkdir? Yəni artıq burada 0-dan başlamayıb artıq. 2 koordinatından başlayıb hərəkətə. Tutaq ki, bura 0 olsun, burada 2 olsun. Yəni 2-dən başlayır bu cisim hərəkətə. İndi Vx müsbət 2-dirsə, deməli artıq burada x ox istiqamətindədir. Sürətin istiqaməti sağadır. 2 metr bölü saniyə sürətlə nə edir? Hərəkət edir. Aha. Amma digərində, ikinci halda isə Vx mənfi 2 olduğundan yenə ədədi qiymət 2-dir. Amma sola doğru. Niyə? Çünki mənfi var qabaqda. Yəni x oxunun əksinə doğru olacaq. Yəni artıq burada da yenə 2 metr bölü saniyə sürətlə sola doğru hərəkət edəcək. Ümid edirəm ki, tənlik veriləndə artıq hərəkətin növünü müəyyən edə biləcəksiniz. Aha. Və hərəkət baxın, müsbət 2 veriləndə gördüyünüz kimi Vx müsbətdirsə də deməli 2 müsbət 2, müsbət 3, müsbət 4. Deməli hərəkət x ox istiqamətində olacaq. Yox, amma Vx mənfidirsə artıq olacaq x oxun nəyinə? Əksinə doğru. Aha. Eyni ilə bax bu Sx-də də. Müsbət 2-dir, mənfi 2-dir yazılıb. Gördüyünüz kimi müsbət 2 bu artıq Vx-dir və x ox istiqamətdə deməli hərəkət mənfi 2 də x oxunun əksinə doğru olmağı göstərir. Və hərəkətdə düz xətti bərabər sürətli hərəkətdir. Aha. Məsələn, indi burada fikir verin. Bayaqki tənliyimizdə 5 və 6. Mənfi 2 üstə gələk 2-dir, mənfi 2 çıxaq 2-dir. Bunlara da baxaq. X bərabərdir, mənfi 2 üstə gəlsin 2-dir və x bərabərdir, mənfi 2 çıxaq 2-dir. Yenə baxın, burada tənliyi olduğu kimi yazırsınız. X bərabərdir, x0 üstə gələk Vx-t. X0-ın yerində nə dayanıb? Mənfi 2. Vx-in yerində, yəni t-nin qarşısında nə dayanıb? Baxın, 2. Bu yuxarıdakında, amma aşağıdakında görün nə dayanıb? Mənfi 2. Gəlin, indi yazaq onda. X0 bərabərdir, burada mənfi 2-yə, Vx bərabərdir, müsbət 2-yə. Bu birisində aşağıda x0 bərabərdir, mənfi 2, Vx də bərabərdir, mənfi 2. İndi baxın, bu x0 bərabərdir, mənfi 2 olmaq o deməkdir ki, yəni mənfi 2 koordinatından başlayıb artıq. Yəni x oxunu çəkəcəm. Aha, bu x oxumuz. Bura olsun 0, bura olsun 2 və burada olacaq nə? Mənfi 2. Əlbəttə ki, mənfi 0-ın solunda olur. Aha, deməli mənfi 2-dən artıq başlayacaq bu cisim hərəkətə. Vx bərabərdir müsbət 2. O deməkdir ki, artıq cisim x oxu istiqamətində hərəkət edir. X oxu sağa doğru olduğundan deməli hərəkət sağadır. Yuxarıdakı tənlikdə. Yəni burada artıq 2 metr bölü saniyə sürətlə sağa doğru. Amma Vx bərabərdir mənfi 2 olan halda artıq 2 metr bölü saniyə sürətlə sola doğru hərəkət edir. Yenə sürətin 2-dir. Amma sola doğru olduğundan hərəkət, yəni x oxunun əksinə doğru olduğundan Vx-ın mənfi 2 olmuş olur. Artıq yəni bizə tənlik veriləndə biz hərəkətin növünü müəyyən etməyə biləcəyik. Məsələn, tutaq ki, tənlik verildi. X bərabərdir mənfi 3, üstə gələk 3-dir. X bərabərdir 3-dir. X bərabərdir mənfi 3 çıxaq 3-dir. Baxın, x0-a baxmayın, hərəkətin növünü dediyim kimi baxdığımız sadəcə Vx-dir. Baxın, burada Vx nədir? Müsbət 3-dür. Deməli, artıq hərəkət x ox istiqamətindir. Özü necə hərəkət edir? Düz xəttli bərabər sürətdir. Çünki baxın, fikir verin, x-dən necə asıdır? Düz asıdır. Aha.
Deməli, x ox istiqamətində düzxətli bərabər sürətdir. Burada da eyni ilə x 0 0-a bərabərdir, amma vx müsbət 3-dür. Deməli, yenə x ox istiqamətində düzxətli bərabər sürətlə hərəkətdir. Burada nə olsun? -3-dür bu, x 0. Mənə maraqlı olan vx-dir. Vx gördüyümüz kimi -3-dür. Deməli, artıq hərəkət x oxunun əksinə doğru düzxətli bərabər sürətli hərəkətdir. Bunu da bildik. Sx də olsaydı, tutaq ki, sx bərabərdir 3t və yaxud da sx bərabərdir -3t. Aha. Burada gördüyünüz kimi müsbət 3-dürsə də vx-im, deməli artıq hərəkət x ox istiqamətindədir və st-dən düz asıdır. Deməli düzxətli bərabər sürətli hərəkətdir. X ox istiqamətində düzxətli bərabər sürətli hərəkət. Yox, -3-dürsə də, deməli artıq x oxun əksinə doğru düzxətli bərabər sürətli hərəkət edir. İndi qrafiklərə gəlin baxaq. Aha, grafiklə təsvir. Qrafiklərdə mən tənliklə verəcəm. Yəni tənlik veriləndə qrafik necə veririk və yaxud da qrafik verilsə də hərəkətin növünü müəyyən edə bilərik. Heç tənliksiz verə. Amma ilk öncə tənlikləri verəcəm, ona uyğun qrafik qurmağa da baxaq. Birinci x bərabərdir 2t. X bərabərdir -2t. Buna 2 deyək. Sonra üçüncüdə x bərabərdir 3 üstə gələk 2t. Dördüncüdə x bərabərdir -3 üstə gələk 2t. Beşincidə x bərabərdir 3 çıxaq 2t və 6-cıda x bərabərdir -3 çıxaq 2t. Gəlin indi x-in dinamik qrafikini quraq burada. Sonra sx-in dinamik qrafikini və vx-in dinamik qrafikini quracağıq. İndi baxaq. Burada x-in dinamik qrafikini gəlin çəkək. Gördüyümüz kimi baxın, x bərabərdir 2t. Burada x0 yoxdur. Hansı ki biz bayaqlar qeyd etdik ki, x bərabərdir x0 üstə gəlsin vx vuraq t-dir. Yəni burada x0 sərbəst hədd yoxdur. 3 üstə gələk 2t deyil, fikir verirsəz. x0 0-a gedibsə deməli başlanğıc koordinat 0-dır. Yəni 0-dan başlayacaq bizim qrafikimiz. Və x t-dən necə asıdır? Düz asıdır. Düz asıdan qrafikini riyaziyyatda keçibsiniz. Baxın bu şəkildədir. Aha. Və qrafik zaman oxundan yuxarıda olmalıdır. T oxundan yuxarıda olmalıdır. Hansı halda? Vx müsbət olanda. Yəni qrafikin ağzı belə deyək də yuxarıya doğru gedir. Hansı halda Vx müsbət olanda? Baxın, müsbət 2. Görürsünüz t-nin qarşısında. Deməli bu birinciyə aiddir. Bəs mənfi olsa, yəni ikincidəki kimi -2t olsa, yenə bax x 0 0-dır. Mənfili deyə artıq zaman oxundan aşağıda, yəni qrafikin ağzı aşağıya doğru olacaq. Bax düz asılığın. Bu da oldu nə? İkincimiz. Sonra üçüncüdə x bərabər 3 üstə gələk 2t. Burada indi x 0 3-dür. Vx da müsbət 2-dir. 3-dürsə, deməli qrafik müsbət 3-dən, yəni bax buradan tutaq ki, buraya 3 deyirəm. 3-dən başlayacaq və müsbət 2 olduğundan qrafikin ağzı haraya doğru olacaq? Yuxarıya doğru olacaq. Bax düz astığı belə çəkəcəksiniz. Bu da oldu nə? 3-ümüz. Dördüncüdə isə -3 üstə gələk 2t-dir. -3 o deməkdir ki, artıq qrafik -3-dən başlayacaq. -3 də aşağıdadır axı, baxın -3. Və müsbət 2-dir gördüyünüz kimi. Baxın Vx -3 üstə gələk 2t-də müsbət 2-dir. Deməli onda qrafikin ağzı haraya olacaq? Əlbəttə ki, yuxarıya doğru olacaq. Bu şəkildə. Sonrasında 5-ciyə baxaq. Bu 4 oldu. 5-cidə isə x bərabər 3 çıxılsın 2-dir. 3-dürsə də x 0-ım. Bax burada. Deməli qrafik 3-dən başlayacaq. -2-dir. Qrafikin ağzı haraya olacaq? Aşağıya doğru olacaq. Yəni 3-dən başlayacaq və qrafikin ağzı aşağıya doğru olacaq. Bu da gördüyümüz kimi uyğun oldu 5-ə. 6-cıda -3 çıxaq 2t. x0 -3-dür. Vx də -2-dir. Qrafik -3-dən başlayacaq və -2 olduğundan, sürətin x oxucuda proyeksiyası Vx bərabər -2 olduğundan qrafikin ağzı haraya olacaq? Aşağıya doğru olacaq. Bu da oldu bizim 6-cımız. Ümid edirəm ki, belə tənlik veriləndə artıq aydın biləcəksiniz. Qeyd etdiyim kimi x0-a baxın və Vx-ə baxın. x0 qrafikin haradan başlayacağını göstərir. Müsbətsə də müsbətdən başlayacaq, mənfisə mənfidən, sıfırsa sıfırdan başlayacaq. Vx isə burada qrafikin ağzına baxın. Əgər Vx müsbət sıfırsa qrafikin ağzını yuxarıya doğru çəkin, düz aslığın. Amma əgər ki, yox, mənfisə qrafikin ağzını aşağıya doğru çəkin. Sonrasında bəs burada Vx-in dinamik qrafiki necə qurulur? Buna baxmaq lazımdır. Vx-in dinamik qrafiki biz qeyd etdik ki, düzxətli bərabər sürətli hərəkətdə sürətin ədədi qiyməti və istiqaməti konstantdır, yəni sabitdir. Sabit qrafiki iki cür çəkilə bilər. Baxın, Vx-in dinamik qrafiki. Bir yuxarıda çəkilə bilər. Bir də bax belə aşağıda sabit. Tutaq ki, bax müəyyən bir müsbət 3 qiymətindən sabit və yaxud da -3 qiymətindən sabit. Qeyd etdiyimiz kimi Vx əgər böyük sıfır olarsa, yəni müsbət olarsa, baxın zaman oxundan yuxarıda, t oxundan yuxarıda çəkməlisiniz qrafiki. Yox, Vx kiçik sıfırdırsa, zaman oxundan, t oxundan aşağıda çəkməlisiniz qrafiki. Baxın, məsələn, nümunə göstərək. X bərabər tutaq ki 3t. X bərabərdir 3 üstə gələk 3t.
və yaxud x bərabərdir -3 üstə gələk 3t. Fərqi yoxdur. Burada fikir verin, t-nin qarşısında olanlar dedik ki, vx-i göstərir. Bax 3, 3, 3, müsbət 3-dür. Deməli, onda bax bu qrafiki çəkməlisiniz, yuxarıdan sabit. Amma yox, x bərabərdir -3t, x bərabərdir 3 çıxılsın 3t və yaxud da x bərabərdir -3 çıxılsın 3t. Fərqi yoxdur. Yenə t-nin qarşısında ona baxırsınız, -3-dür, -3-dür, -3-dür. Deməli, -3-dən sabiti çəkməlisiniz. Gördüyümüz kimi x-dən düz asılıdır, deməli hərəkət düz xəttə bərabər sürətlə hərəkətdir və vx-lərə baxırıq, oradan müəyyən edirik qrafikimizi. Sonra sx-in yerdəşmən x olacaq proyeksiyasının zaman oxunun asılı qrafiki də soruşula bilər. Məsələn, tutaq ki, verər ki, sx bərabərdir 5t və yaxud da sx bərabərdir -5t. Gördüyümüz kimi st-dən necə asılıdır? Düz asılıdır. B olan halda yenə qrafikimiz düz asılı olacaq və yenə qrafik belə ya ağzı yuxarıya ya da ağzı aşağıya doğru ola bilər. Və hansını götürəcəyik? Qeyd etdiyim kimi yenə vx böyük sıfırdırsa, qrafikin ağzı yuxarıya olmalıdır. Zaman oxundan, t oxundan yuxarıda olmalıdır. Baxın, müsbət nədir burada? 5-dir. Deməli, artıq, bax, buna məsələn 1 desəm, qrafikin ağzı yuxarıya doğru olan, bax, bu 1-ə uyğundur. Amma burada isə -5-dir. Deməli, artıq bu ikinciyə uyğun olacaq. Bu da sx-in t-dən asılıq qrafiki olmuş oldu. Beləliklə, əziz şagirdlər, ümid edirəm ki, izah sizin üçün aydın oldu. Düz xətti bərabər sürətli hərəkətin tam izahını verdim. Həm koordinatın zamanın asılıq tənliyi veriləndə, həm sürət tapmaq qaydasına, x0-ı götürmək qaydasına, sx t-dən asılıq qrafiki veriləndə və yaxud da ki, tənlik veriləndə hər birini izah etdim. Nələrə fikir verməlisiniz, onu dedim. Yol və yer dəyişməni aydın şəkildə izah etdiyimi düşünürəm. Nümunələrlə izah etdik. Yəni, buradakı izahları siz qeydlərini götürsəz və öyrənsəz, həqiqətən də o topluma yazmaq imkanınız var. Və əlbəttə ki, öyrənmək lazımdır, başa düşmək lazımdır. Qəti şəkildə əzbərləmirik. Digər videoda görüşərik. İnşallah bundan sonraki videoda dəyişən sürətli hərəkəti izah edəcəm. Özünüzə yaxşı baxın. Sağ olun.